Açıq yazılışını açarıq, x'i taparıq. Deməli 3 vursun 2 üstü 1, 3x üstəgəl 2 vursun 2 üstü 0, 2 bərabərdir. 2 vursun 2 üstəgəl 2 üstəgəl 7 vursun 2 üstəgəl 2 üstü 0 da burada 7 eləyir. Yazmıram qalanını. 3x üstəgəl 2 bərabərdir. Buradan 2x üstəgəl 4 üstəgəl 7. O tərəfə görə keçsək bu olacaq. 2x bərabərdir 7-nin üstünə 4-ün gəldi 11. 11-dən də 2-sini çıxanda edir 9. Deməli bu 9 x 9'uymuş. İkisinin də üstünə 2 gələndə 9'un üstünə 2'sinin gələndə 11. 9 11 bu da Y variantı. Y variantı. 88'ə baxaq. 88'də də belə bir yenə onluq say sistemində verilibdir. Onluq say sistemi də B verilmiş say sistemi ən böyük rəqəmdir. Onluq say sistemində B ən böyük rəqəmsə demək ki 9'dur. Bir dəqiqə. Aha, deməli bu 9'dur ən böyük rəqəm. Sonra A verilmiş say sisteminin ən böyük sadə rəqəmidir. Ən böyük sadə rəqəm 9'dan sonra 7'dir, belə deyək. Sistemin ən böyük rəqəmidir. Ha, bir dəqiqə, ən böyük sadə rəqəmidir. Demək ki burada A 9 ola bilməz. B 9'dursa B verilmiş say sisteminin ən böyük rəqəmidir. Bəli, aha, A da deməli B-dən kiçikdirsə bu da 7 eləyir. A da 7'dir o sadədə. 9 sadə deyil ki, mən niyə ağlım getdi. Sonra C verilmiş say sistemində 4'ə bərabərdir. Bu 4'dürsə, D verilmiş say sistemi cüt rəqəmidir. Demək 7 ilə 4 arasındakı cüt rəqəm 6'dır. Demək ki, D 6'dır. Bunu deməli belə yazaq ardıcıl olaraq. Onluq say sistemində hansı ədəddir? A 7'dir. Sonra C neçədir? 4. D neçədir? 6. Sonra bir də B. B də 9'dur. 7469 onluq ədəddir. Bunu 16'lıq say sistemi də deyilməli yenidən. 16'lıq say sisteminə çevirmək üçün bunu 16'ya bölməliyik. 7469 yəni bölək 16'ya. 74'ü 16'ya böləndə bu deməli edir 4 dəfə düşürmü? 5 dəfə 5 dəfə çox edir. 4 dəfə 4 dəfə 6 24 2 ya da bu da 64. Buradan qalır deməli 10. Aha, 10 bölünmüş 6 gəlir. Düz etdim mi görəsən? Ha, düz etdim. Deməli sonra 106'nı bölürük 16'ya. 106'ı 16'ya böləndə bu düşür deməli 7 6 dəfə 6 36 3 yadda 6 1006 3 yadda 9 96. Buradan qalır 10, burada da qalır 10, buradan da 10 da bölünmür 109 gəlir. Bunu da bölürük deməli. Bura neçə düşmüşdü? 6, 6 yazmadım. Aha, buradan deməli, burada da bölürəm deməli 6 edirəm. 6'ya olur da, çünki 7 çox edir. Çox edir, hə? Deməli 6, 6 qaldı 36. 3 yadda 6 1006 3 yadda 9. Buradan da qalır deməli 3 1 13. Buradan qaldı 13. 13 də hansı rəqəmdir? D rəqəmidir. Yəni ki, sonda D olacaq. Mən buradan olsa tapdım Y variantıdır. Sonda D olur. Sonu D'dir. Amma yenə yəni bölə bilərsiniz də belə. Sadəcə bir böldüysə, böyük rəqəm böldüysə sonuna baxın. Böyük ehtimal bir dənəsində verəcək. O da Y variantı. Sonra 89'a baxırıq. İfadəsinin qiymətini 16'lıq say sistemində göstərin. Bunları deməli 16'lığa çevirməliyik və yaxud da elə 10'luğa çevirib toplayıb 16'lığa çevirməliyik. Bu yeni səhifə açın. Buradan deməli bunun üstündə deyirəm 1, 2, 4, 8, 16, 32. Burada 32 deyil, 8'dir. Edir 40, 40'ın da üstündə 1, 41. Bu birincisi 41'dir. 10'luqda 41'dir. Ha, 41'dir. Əslində bunu 16'lığa da çevirə bilərəm, deyilmi? Ha, bunu 16'lığa çevirib toplamaq da olar. Elə 16'lığa çevirək toplayaq. Bunu 4-4 ayırsam neçə düşəcək bu? 1, 2, 4, 8. 8 ilə 4, 12. Bir də orada 13. 13 də nədir? D'dir da. Aha, bu D'dir. Bu da 1, 2 yazsam, bu da 2'dir. 2 Aha. Defa birincisi 2 D'dir 16'lıqda. Bu ədəd. Üstə gəl.
İndi bu birini 8-liyə çevir. 8-liyi də 16-lığa çevirməkdən yana 6, 2. Bunu deməli 4, 2, 1 qaydasını 2-liyə çevirək. 2-liyə çevirəndə mən neyi? 6-nı almaq üçün neyi edəcəm? 4 ilə 1, 1, 1, 0. 1, 1, 0. 2-ni də almaq üçün 0, 1, 0. 0, 1, 0. Bunu da versəm 16-lığa çevirirəm. 1, 2 yazıram. Bu 2-dir. 1, 2, bu da 3-dür. 32. Deməli bu da 32-dir 16-lıqda. Üstə gəl. 49 da 10'luq ədəddir. 10'luq ədədi də 16'lığa çevirəndə bölməliyik 16'ya. Bu da 3 dəfə. 3 dəfə 6'nın 18. 1 ya da 3 də 6'nın 3. 1 ya da 4. 48. 1 qalır. 3, 1. 31 16'lıqda. Bunları da cəmləyirəm indi. 2D. Üstünə 32-ni gəlirəm. Üstünə də elə belə tək gəlim yaxşı. D neçə idi? 13'dür. 13'ün üstünə 2 gələndə 15 edir. 15-nizi göstərir F kimi. Sonra 2'nin üstüne 3 gəlirəm. O da 5 edir. Heç bir çıxma işi eləmədim üçün yadda qalan olmadı. 5F. Buradan bura 5F deyil. Sonra 5F'in də üstünə gəlirəm 31'i. F 15'dir. 15'in üstünə bir gəlirəm 16 edir. 16'dan 16'nı çıxıram. Eləyir 0, 1 yadda. 0, 1 yadda. 5'in üstünə 3'ün 8, bir də yadda 9. O da yazılır 9. Deməli bu da oldu 90. Y variantı 90. 90-cı sualda tənliyi həll edin. Burada üçlük say sistemində deyir. Göstərin cavabı. İndi burada mən x-i tapmalıyam. Sonra onu çevirməliyəm üçlüyə. Yaxşı, baxaq buradan. 1, 2, 1 x-lik say sistemidir. Üstəgəl 1 10'luq say sistemidir. Bərabərdir. 1, 0, 1 də 7'lik say sistemidir. Bu 1 onsuz da 10'luqda olduğu kimi qalacaq. Digərlərini açıq yazılışla çeviririk. 1'i vururam x-in kvadratına. X kvadratı üstəgəl 2x üstəgəl 1. Üstəgəl bu biri 1 bərabərdir 0, 1, 2. 1 vurursun 7 üstü 2 yəni 49. Üstəgəl 0'dır bu 1'dir. Bu da 50 edir. X kvadratı üstəgəl 2x. Burada elədi 50. Bu tərəfə keçdəndə 50'dən 2'sini çıxıram. Qalır 48. 48. Bərabərdir 0'a. Diskriminantəlik. D bərabərdir B kvadrat. Çıxaq 4AC. Buradan 2'dir 4 edir. 4'dən də çıxanda burada çıxaqdır. Bu da üstəgəl olur. 4'ü vururam 48'ə. 4 dəfə 8'ini 32. 3 yadda 4 16. 3 də yadda 19. 192. 192 üstə 4 gəndə 196. 196 deməli nəyin neçənin kvadratı köküydü. Bu öndürüm taparam. Yaxşı. X 1 2 bərabərdir. Mənfi B plus minus kökatda D bölünsün 2A. Düsturundan deməli mənfi B. B neçədir? 2'dir. 2 olur mənfi 2. Üstəgəl kökatda D 196 nə idi? Aha, deməli bu 14'dür. Buradan kök alıram 14 alır. Burada 2'ni də 1'ə vuranda 2 eləyir. Buradan 14'dən 2'sini çıxıram. Qar 12. 12'ni 2'yə bölürəm 6. Demək bu x-i tapdım ki 6'dır. Bizdə cavabı üslü say sistemində deyil. Bu boyda eləməyim vaxt itkisi oldu. Bax bu cavabı dedir. Aha. Bunu üçlüyə çevirməliyik biz. 10'luğa çevirək bunu. Bir dəqiqə. Yaxşı 1, 0, 1, 7'likdədir. Bunu 10'luğa çevirəndə neçə olmuşdu? 0, 1, 2 bu olmuşdu 49. 49'da 1, 50 olmuşdu da bu. 50 10'lukdadır. İndi bunu üçlüyə çevirəndə nə edirik? Üçlüyə çevirəndə 50'ni bölürəm 3'ə. 1, 3, 2 bölünmür 0, 20'ni 3'ə. 3 dəfə 7'ni 21 edir. 3 dəfə 6'nı. 6 bölsün 18, 2 qalır. 16'nı 3'ə böləndə edir deməli 5 dəfə 15, 1 qalır. 5'i də 3'ə böləndə 1 düşür 3. Buradan 2 qalır. 1, 2, 1, 2. Bir dəqiqə. Bəlkə ikisi burada. Yox, düz deyilmiş. Yox, elə burada ikisi cavabı demir. Elə yazıb ki, mən də bu cavabı başa düşdüm. İkisi yəni ikisi. İkisinin cavabını. İkisi də burada neçə olmuşdu? İkisi neçə tapmışdı? 6. 6'nı da üslüyə çevirir. 6'nı 3'ə bölürəm. 2, 6, 0, 20. A variantı. Ay. Yaxşı.
Yorğunçuluq üçün neçə test işləmişəm. 91'ə baxaq. 91'də deyir ki, onluq say sistemində vermiş, burada da 8'lik say sistemində ifadə edin. Yaxşı. Bunu deməli 8'lik say sistemi ifadə etmək üçün birinci 2'nin qüvvəti şəklində gətirməliyik. 2'nin qüvvəti də yəni 256 üstəgəl 2 kimi parçalamalıyam birinci bunu. 258 üstü 2. 258'i parçalayıb 256 üstəgəl 2 üstü 2 yazırım. 2'nin qüvvəti şəklində göstərmək üçün 256 2 üstü 8'dir. Üstəgəl 2 üstü 1 üstü 2 bərabərdir. Bunu müxtəsər bölmə düsturuna görə atıram. 2 üstü 8 deməli 2 üstü 16 olur. Üstəgəl 2 vurulsun 2 üstü 8 vurulsun 2. Yəni 2 üstü 1. Bu da 2 üstü 1. Üstəgəl 2 üstü 2 bərabərdir. 2 üstü 16 üstəgəl 2 üstü 8 9 10. 2 üstü 10 üstəgəl 2 üstü 2. Yaxşı, bizdə nəyi soruşur? 8'lik say sistemində soruşduğuna görə bunu 8 əsasına gətirəm. 2 üstü 3 deməli 2 üstü 3'ü nəyə vuranda 5. 2 üstü 3 15 bir də qalır. Ona görə 2 üstü 1 də yanca yazıram. Üstəgəl 2 üstü 3 3'ü nəyə vuranda ona yaxın 3'ə vuranda 9 eləyir. Bir dənəsi qalınca 2 üstü 1 əlavə edirəm. Üstəgəl 2 üstü 2'ni də elə 2 üstü 2 kimi qalsın. Onsuz da 4 yəni 8'lik say sistemində 4 var. Bunu atıram 4 olaraq yazıram. Sonra burada 2 üstü 3 üstü 5 2 üstü 15 eləyir. Qabağında daha doğrusu 8 üstü 15 nədir? 8 üstü 5 yazıram buna. Aha, bir dəqiqə. 8 üstü 15 ama qabağında 2 var. Yəni 2 vurulsun 8 15. Üstəgəl burada da 2 vurulsun 8 üstü 3 15 nədir? Mən 5 yazırsam bura. 15 yox. 5. 2 üstü 3 8 8 üstü 5 edir. 2 vurulsun 8 üstü 3 üstəgəl bu da 4. İndi baxaq burada. Burada 1 2 yanında 5 dənə 0'dır. 8'lik say sistemində 1 2 3 4 5. Üstəgəl 2 yanında 3 dənə 0'dır. 1 2 3 bu və də 4'ü üstəgəlim 4'ün. Bura baxıram. Deməli belə toplayıram bunu. Deməli 4 0 0 2 0 2 hansındadır? Bu da A variantında. Adı bəli. Hansı bir-birinə oxşardır deyildi. A variantıdır. 92 onluq say sistemində verilmiş 130 ədədini 8'lik say sistemində ifadə edin. Buranı silim gəlin. 130 üstü 2. 130'u 128 üstəgəl 2 kimi yazar. Üstündə 2. 128 2 üstü 7 üstəgəl 2 üstü 1 üstü 2. Müxtəsər bölmələr üstünə görə açsam 2 üstü 7'nin 2'ye 14 üstəgəl. Yəni bu 2 üstü 7'nin kvadratı üstəgəl 2 vura A'ya B'yə. O da eləyir 2 vurulsun. Deyək ki 2 üstü 7 vurulsun 2 üstü 1. Üstəgəl 2 üstü 1'in kvadratı 2 üstü 2'nin kvadratı. Bərabərdir 2 üstü 14 üstəgəl bunları toplasam 7 1 8 9. 2 üstü 9 üstəgəl 2 üstü 2. Nədən soruşur? 8'likdə. Bunu da 8'likdə soruşur. Ona görə 2 üstü 3. 3'ü nəyə vuram? 14 eləyər. 3'ü 4'ə vuranda 12 eləyir. 4 12'dir. 3 qalıraq. Ona görə 2 üstü 3'ü ayrı yazıram. Üstəgəl 2 üstü 9'da 2 üstü 3 üstü 3 yazıram. Üstəgəl 2 üstü 2 də 4'dür. 4 8'lik say sistemində var. 2 üstü 3 8 8 üstü 4'dür. Qabağında ama 2 üstü 3 var. 2 üstü 3 də 8'dir. Bir dəqiqə. Burada nəysə 3 və 4'ün 12 12 2 üstü 14 2 üstü 3 8'likdə 8 yoxdur. Mən arada səhv elədim. Bir dəqiqə. Yenə isə konuda arası səhv eləyəcəm.
Aldı səhv edirəm. Deməli, bir dəqiqə. Bura baxın, 2 üstü 7, 14 da düzdür. Aha. Bunlar 2, bu düz idi. Düzdür da. 2 üstü 14'ü da, 2 üstü 3. Ha, 2 üstü 2. 2 qalır. 2 üstü 2 deyirəm axı. Burada 2 üstü 3 yox, 2 üstü 2 qalır da. Çünki 3 dədən 12, 12-nin üstü 2 14 deyir. Mən niyə 15 kimi fikirləşmişəm bunu? Ha, üstəcəl 2 üstü 3 üstü 3. Üstəcəl 4. Aha. Buradan 2 üstü deməli 3 8 eləyir. 8-in də qabağında 8 üstü 4 eləyir. Burada 8-in qabağında 2 üstü 2 var. Yəni 4 var. 4 vurulsun 8 üstü 4. Üstəcəl. Bunun qabağında heç nə yoxdur. 2 üstü 3 8 eləyir. 8 üstü 3 eləyir bu. Üstəcəl 4. Bu neçədir? 4 yanda 4 dənə sıfırdır. 1, 2, 3, 4 dənə sıfır. Bu da 1 yanda 3 dənə sıfırdır. Bu da ilə 4 deməkdir. 4, 0, 0, 1, 4. 41. Bu da B variantıdır. Aha. 93'e baxarıq. Burada da 68 verib. Bunu da yəni eyni qayda ilə 64 üstəcəl 4 kimi yazarıq. 2-3-ün qüvvətləri olsun. Baxaq 93'e. 68'in kvadratı. Bunu 68, 64 üstəcəl 2'nin daha doğrusu 4'ün kvadratı bərabərdə 64 2 üstü 6 üstü 2 üstəcəl 2 vurulsun 2 üstü 6 bu da 2 üstü 2 2 üstü 6 2 üstü 2 vurduk. Aha. Üstəcəl 2 üstü 2'nin kvadratı. 2 üstü 2'nin kvadratı. 2 üstü 2'nin kvadratı 2'də 2 4. Bu da eləyir 4. Sonra bərabərdir. Bu eləyir 2 üstü 12. Üstəcəl bu eləyir 6 7 8 9 deməli 9 eləyir. 2 üstü 9 eləyir. Üstəcəl bu da 2 üstü 4. Aha, bunu da deyir 16'lıq say sistemliyinə görə 2 üstü 4 deyəcəyik, ayıracağıq. 4'ü neçə vuranda 13 eləyir, 3'ə vuranda artıq qalmır, qabağında heç nə yoxdur. Sonra 2 üstü 4'ü ayıracağıq, 4'ü 2'yə vuracağıq, 8. 9 eləmək üçün 2 üstü 1-də əlavə lazımdır. Üstəcəl 2 üstü 4-də ilə 2 üstü 4 olaraq qalır. Sonra bu gəlir deməli nə? Deməli, aha. Burada deməli nə qoyacağım mən? Hada 2 üstü 4 üstü. Deməli 1-dir. Bunu açmağım üçündür. Bu sizə dərk göstərmək üçün bu necə olur? 2 üstü 4'ü 2 üstü 4'ü 1'ə vururam və 2 üstü 0'a 1'ə vururam da elə bu 0. Bax belə 2 üstü 0. 2 üstü 0'da 1 eləyir axı. Ona görə bax bu 16 üstü 1 16 üstü 1'dir. Yəni ona 1 yanında 1 0 olur. Amma burada da 2 üstü 0 1 elədiyinə görə 1'i vururam da 1 yanında 1 0. Bax belə. Heç bunu yazmasaq da olar elə. Ha, belə yazacağam elə. Aha, burada neçə elədi? 16 üstü 3 üstəcəl 16 bu 2 vurulsun. 2 vurulsun 16 üstü 2'yə. Üstəcəl bu da 1 vurulsun 16 üstü deməli 1'ə, o da deyilib ki 1 deməkdir da yəni. 16 üstü 1 16'dır. 16'nı da 1'ə vuranda daha doğrusu 2 üstü 0'ı. Bu da 1'i vuranda daha doğrusu bu 1'dir. Əmsalı. Bu da 1 olur. 1'dir. İndi bunları necə edirik? 16 1 yanda. Bu necə 16'dır məsələn daha belə. Bak bu 16 üstü 1 yanda 3 dənə 0'dır.
Burada bir yanında 0 yoxdur da deyək ki, bu 1 olacaq. Ona görə də deyirəm. Bunu sizə başa salmaq üçün elə yazdım. Aha, ona bir yanında 3 dənə 0. Üstəgəl 2 yanında 2 dənə 0. Üstəgəl 1. Aha, bunları da cəmləyirik. 1, 0, 2, 1. 1, 2, 0, 1. Bu da A variantıdır. 94'ə baxaq. 94. Deməli, onluq say sistemində verilmiş bu ədədi ifadəsi qiymətini ikilik say sistemində yazılışı sıfırların sayını istəyir. Yaxşı, 16-nı necə yazacağım? 2 üstü 4 üstü 8, üstəgəl 2 üstü 20, üstəgəl 12 də 12-ni 2 üstü deməli 3 8 eləyir. Üstəgəl 2 üstü 2 8-in üstünə 4-ün gəlində 12 eləyir də düzdür. Aha. Belə parçalayıb yazıram. Sonra bunları deməli, bu da 4'ü 8'ə vuranda eləyir 32. Bu belədir da 2 üstü 32, üstəgəl 2 üstü 20, üstəgəl 2 üstü 3, üstəgəl 2 üstü 2. Bunları cəmləyəndə sıfırların sayını istəyir bizdən. Burada deməli bu bir yanda 32 dənə sıfırdır da belə. Bu məsələn bir yanda 20 dənə sıfır, bu bir yanda 3 dənə sıfır, bu da bir yanda 2 dənə sıfırdır. Mən burada bunu cəmləsəm, burada bu 32 dənə 0 yoxdur, 32. Cəmləsəm, bura 1 olur, bura 1 olur, bura 1 olur. Qalan 32 dənə 0 qalır da, yəni yerində. 32-dən, daha doğrusu 3-ün çıxsam, qalan 29 dənə 0 qalır yerində. Yəni 32 0-dan bunlar 1 oldu, bu 1. Qalan, deməli, 3-ün çıxsam 29 dənə 0 olur. Demək, bizdən nəyə soruşur? Sıfırların sayını ilə 29-dur. 95'də deməli belə bir onluq ədədi ikilik say sistemini təsvir etdikdə hansı ədəddən olan bir rəqəmli sayı, həmin ədəddə bir rəqəmli sayı tapmaq. Burada da bir rəqəmli sayı tapmaq lazımdır. Deməli bu 4 üstü 2020-dirsə, bunu 2 üstü 2020, üstəgəl 2 üstü 2017, üstəgəl 15'i də necə yazıram? Deməli 15'i necə yazaram? 2 üstü 3, 8 üstünə gələrəm. 8'in üstünə 4'ün gələndə eləyir 12. 12, 2 üstü 2. 12 üstünə də 3 gəlməliyəm da. Üstünə 2 üstü 1 gələrəm. Olacaq deməli necə? 8'in üstünə 4, 12, 13, bir də 1 gələcəm. Yəni 2 üstü 0 da deyək ki, bu da 1 eləyir. Belə gəlsəm, buna 1 yazıram da, axırda 1 gələndə üstəgəli vururam. Üstəgəl 1. Bu eləyir 15 da, 8-dir, 8-in üstünə 4'ünü 12, üstünə 2'sini 14, üstünə də 1'in 15, düzdür. Yaxşı, indi buradan mən 2'ni vururam 2020'yə, 2 üstü 4040 eləyir. Üstəgəl 2000, 2 üstü 2017, üstəgəl bunlarda dalsıcam 2 üstü 3, üstəgəl 2 üstü 2, üstəgəl 2 üstü 1, üstəgəl 1. Bunları cəmləsəm mən deyək ki, bir yanda 4040 dənə belə sıfırdır. Bu bir yanda 2017 dənə sıfır, bir yanda 3 dənə sıfır, bir yanda 2 dənə sıfır, deyək ki, bir yanda bir dənə sıfır, bu da axırda da 1. Belə. Məsələn, bu üstdə neçə dənə oldu? 4040 dənə sıfırdır. Sən bizdən nəyi soruşur? Bir rəqəmlərini soruşur. Belə birləri sayaraq tapa bilərəm də. Bunları da sayaraq bilərəm. Bunlar bir rəqəmləridir. 1, 2, 3, 4, 5, 6. Bunları cəmləsəm, buradan 1, 1, 1, 1, 1, 1. Neçə elədi? 1, 2, 3, 4, 5, 6. Toplasam 6 dənə 1 olacaq da bunların içərisində. Belə də 1, 2, 3, 4, 5, 6. 6 dənə 1 var. Deməli, bir rəqəmin sayını tapın, 6Y variantı. 96'ya baxaq. Ən kiçik natural onluq ədədin ən kiçik natural onluq ədəd deyəndə 10'dur da. 8'lik və 9'luk say sistemi təsvirini sonu 0 rəqəm say sistemi təsvirinin sonu 0 rəqəmli dediyi hansı ən kiçik
Burada deyir ki, hansı bunlardan hansı ədədin 8'lik və 9'luq say sistemi təsvirinin sonu 0 rəqəmi ilə bitir. Yəni 8'likdə və 9'luğa çevirəndə bu ədədin sonu 0 olacaq. Mən də baxıram bunu 8'ə, həm 8'ə, həm də 9'a bölünəni tapmalıyam da. Çünki bunu bölünməlidir ki, bu birincisi 0 olsun da. Deyək 72-ni 8'ə vuranda demək 8 dəfə düşdü, 9 olur. 8 olur deyək ki. Daha doğrusu 8'ə böləndə 9 düşür. 9 dəfə 8-in 72 0 qalır. Sonra 9'a da böləndə 72 edir də elə. 72. 72 ədədini bölürəm deyək ki 8'ə. 9 dəfə düşür, bu edir 72. Bax 0 qalır burada. Sonu 0'dır. Məsələn 9'u 8'ə böləcəm, 1 düşəcək 8, 1 qalacaq. 1 1 0 olacaq. Sonu 0-landır. İndi həmin 72-ni bir də 9'a böləndə burada 8 düşür, 72 0 alınır. Və sonra burada da 80 edir da. Demək, axır sonu burada 0'dır, 0'dır, burada 0'dır. Yəni 8 həm 8-ə, həm 9'a, 8'ə həm də 9'a bölünən ədəd olmalıdır. Bu da variant. Sonra 97'yə baxaq. 97'də deyir ki, A, O, U hərflərini ibarət bütün 5 rəqəmli sözlər. Əxtasarətə düzülmüş sözlərin əvvəli. İlk sözün sıra nömrəsini müəyyən edin deyir. Yaxşı. Deməli, burada 5 hərfli sözlər düzülübdür. Məsələn, bu 0'dır. Daha doğrusu bu 0'dır, bu 1'dir, bu da 2'dir. Bu 0'ı göstərir, bu 1'i, bu da 2'ni göstərir. Məsələn, bu neçədir? 0, 0, 0, 0. 0, 0. Düz elədim. 0, 0, 0. Bir dənə 0. 0 olur. Deyək ki, bax bu 0, 0, 0. O 1'dir da, 1, 0. Deyək, bax 0, 0, 0, 0, 1. Və belə gedir. Deyir ki, əlifba sırası düzülmüş sıranın əvvəli aşağıda göstərilmişdir. O hərfi ilə başlayan, İndi o hərfi ilə başlayan, o hərfi ilə başlayan ədədki hərflər neçənci sırada olacaq? Ona baxırıq. Demək, bax, belə eləyək da. Bu deməli, bunu deməli, nə tərif bir dəqiqə? Neçəncidən sonra bu O başlayacaq, gedəcək O. Məsələn, deyək ki, burada 2 dənə O oldu. Sonra bu 2 O, yəni bu oyunu yerini dəyişəcək. Deməli. Burada deyir ki, mən nəyə tutmadım. Başlayan ilk sözün sıra nömrəsini müəyyən edin. O ilə başlayan 1 ilə başlamalıdır. Belə deyək, 1 ilə başlamalıdır. 1, misal üçün birinci A ilə başlayanda necə birinci A gedibdir. Burada amma O ilə başlayanda birinci O olsa, məsələn də bu gəlsə, onun dalınca hansı ədəd olacaq? O götürəndən sonra A gələcək da, yerinə məsələn A gələcək. Sonra da onun dalınca bir dəqiqə buraya yazım. Onu götürsək sonra deyək ki, O'dan sonra gələcək A, sonra gələcək deyək ki, U, belə olacaq da. Belə başlayacaq. Burada 1 ilə başlayacaq. 1. Bir dəqiqə. Belə A ilə, hamısı O ilə başladı. Bir dəqiqə, belə bu oyunu. O ilə hamısı O olarsa. Birinci O ilə başlayanda ondan hamısı 0 olur da. 0 ya. Yo. A. Belə olacaq. 1, 2, 3, 4. Neçə dənə oldu? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. Düz oldu. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Belə olur. Bu da deməli nə deməkdir? 1, 0, 0, 0, 0'dır. Belədir. Bunda çevir. Bu neçəli sistemi? Üçlükdür. Bunu da çevirəndə 10'luğa. 0, 1, 2, 3, 4. 1 vurursun 3 üstü 4. 3 üstü 4 neçə eləyir? 3 üstü 4. Deməli 3 üstü 9, 3 üstü 27, 27 üstü 81 eləyir. 81'dir. Bu ədəd elə bu 10'luqda 81'dir. Amma sıra nömrələri bir vahid artıq gedir.
Yəni məsələn də deyək ki, bu 0-dır. Birinci yerdən başlayıb. Bu 81-dirsə, demək ki, ikinci yerdə olacaq bu. Məsələn, 80 sıfırın daha da bir vahid 81-ci sırada yerləşər. 81-ci yerdə 80 yerləşər. 82-də 81. Belə. Belə sıra nömrələri bir vahid bundan artıqdır. Məsələn, bax 1, burada 1, hamısı sıfırdır, 1, 1-də 1, 2-dən başlayır. Deyək ki, bax bu 3-də, axı U, daha doğrusu 2-dir, axı U. 2 3-dən başlayıb. Demək ki, 81-də hardan olacaq? 82-dən başlayacaq. O da C variantı edir. Ümid edirəm ki, başa düşdünüz, anladınız. 98-ə baxaq. X, Y, Z, T 16-lıq say sistemində verilmişdir. Burada deyil, bu şərtin ödəyən 4 rəqəmli ədəddir. Məlumdur ki, X verilmiş say sisteminin cüt rəqəmidir. Aha, cüt rəqəmdə, amma bilmirəm neçə rəqəm. 16 say sistemində cüt rəqəm, yəni 2, 4, 8, 6, 8 ola bilər. 10 da yox da, yəni rəqəm deyil, rəqəmlər deyil. Aha. Sonra deyir, Y verilmiş say sistemin ən kiçik rəqəmidir. Y verilmiş say sistemin ən kiçik rəqəmidirsə, bu deməli 0-dır da. 0 olur, ən kiçik rəqəm, 16 say sistemində. Sonra Z verilmiş say sistemində 5-ə bərabərdir. Z-də 5-dir. T verilmiş say sistemində tək rəqəmdir. Tək rəqəmdir. 5-dən də kiçikdir. 4 deyir, demək ki 3 olacaq. Burada da X-də verilmiş daha cüt rəqəmdir. Demək ki burada X-də də 2 qaldı. Belədir. Sonra bunları yazaq. X-imiz neçə idi? 2 idi. Y-imiz 0. Z-imiz 5. T-imiz də 3-dür. 2053. Bunu da deyir 10-luq say sistemidir. Bu 16-lıqdadır axı. 2053 16-lıqdadır. Bunu da 10-luğa çevirməliyik. Nə edirik? 0, 1, 2, 3. 2 vurulsun 16-nın kubu. 16-nın kubu deyəndə kalkulatoru açım. 16 vur. 16 vur. 16. Edir 4096. 4090. 2'ye vuracaq bunda. Bunda 2'ye vur axı. 2 vursun 6 üstü. Bunu da vururam 2'ye. Eləyir. Vuraq 2. Eləyir deməli. Nədir mi? Ağzım hara dəydi getdi. 4096 vurulsun 2. Eləyir 8192. 8192. Sonra bu sıfırdır. Bunu hesaplamıram. Üstəcəl 5 vursun 6 üstü 1. 5 16'ya vuranda. 5 16'ya vuranda neçə eləyir? 5 vurulsun 16. O da eləyir 80. Üstəcəl 3 vurulsun 6 üstü 0 ilə 3 eləyir. Bunları toplayıram. Bunları deməli 8192 üstəcəl 83. O deyir 8275. 8275. Aha. 8275. B variantı. Qorxdum, elə bildim yoxdur. Buradaymış. Sonra 99. Ədədini ikili say sistemini təsvir etdikdə həmin ədədə orada olan bir rəqəmin sayını tapın. İkilik say sistemində deyir. Bu elə ikilik kimi qalır. Deməli 2 üstü 2025 üstəcəl 8-i 2 üstü 3 yazıram. 3'ü də vururam 500'ə. 3'dən 5'in 15 eləyir. Yəni da 2'dən 0. Deməli bir dəqiqə. Deməli 3'ü vururam 500'ə 15 2'dən 0. Aha 1500. Üstəcəl 19'u da deməli 2 üstü içərisində yazsam 2 üstü 4 16 idi. Üstünə də 2 üstü 3 gəlirəm də. 16 3 nə idi? 16 16'nın üstünə gəlməliyəm mən. Neçəni? 3'ü gəlməliyəm da. 3'də 2 üstü 1'dir. Üstəcəl bir də 1. Yəni 16'nın üstünə 2 gəlirəm.
18, üstünə də bir gəlirəm 19, düzdür. Sonra nə deyir? Deyir ki, 2 sayısını təsvir etdi, həmin ədəddə olan bir rəqəmin sayını müəyyən edin. Belə də baxaraq bilə bilərəm. Bax, bayaq dedik də. Bir rəqəmin sayı 1, 2, 3, 4, 5 dənə bir rəqəmi var. Yəni toplasam bunların hamısının qabağındakı bir rəqəmi elə sayıdır. 5 dənə 1. 100-cü suala baxaq. Burada ifadəsinin doğru olduğu say sistemini müəyyən edin. Bunları açıq yazılışla açıram. Deməli, 26 ilə 10-luqdadır qalsın. Bu 6 vurulsun 2 üstü 1. 6 x edir. Üstəcə 0'dır, onu da yazmıram. Bərabərdir. Bu da 0, 1, 2 yazsam. 2 vurulsun x çıxaq 2'nin kvadratı. X çıxaq 2'nin kvadratı. Sonra üstəcəl burada 2 yazdım. O biri 0'da, o biri də olmur. Elə 2 qalır. Buradan deməli 26 üstəcəl 6x bərabərdir. X kvadratı çıxaq deməli 4x üstəcəl 4 üstəcəl 2 x kvadratı. Buradan deməli x kvadratı yazsam, bu tərəfə keçsəm eləyəcək çıxaq 10x, burada eləyir 6, çıxaq bu da 20. Aha, bərabərdir 0. Ümid edirəm ki, düz eləyirəm. Yəqin ki, sonra deməli baxıram, d bərabərdir b kvadrat çıxaq 4ac. Buradan b kvadrat onun kvadratı eləyir 100. Çıxaq da bu da çıxaq, bunu görə üstəcəl olur. Sonra 4'ü vuram 20'yə eləyir 80. Buradan 180 eləyir. 180 də nəyin kvadratıdır? 180 nəyin kvadratıydı? Buradan nəyisə səhvli eləmişəm. Bilmirəm, buradan kök çıxmır. Nəyisə haradasa səhvli olur. Haradasa səhvlik var. Bir də qayıtmaq var. Deməli, burada neçədir? 26 düzdür. Burada 6x düzdür. Burada x çıxaq 2'nin kvadratı. 2'yə vurmamışam bunu. Bunu 2'yə vurmamışam burada. Bir dəqiqə. Aha, burada deməli bunu açandan sonra 2'yə vurmalıyım. 8x, bu da 8. Bunu 2'yə vurmalıyım açandan sonra. Yaxşı. Belə, buradan deməli nə qalmışdı? 2x kvadratı. 8x, burada 6x elədi. Çıxaq 14x. Sonra buradan da 10'du. Çıxaq 16. Buradan 2'yə bölərəm. Bərabərdir 0. Bunu hər tərəfi 2'yə bölsəm x kvadratı çıxaq 7x çıxaq 8 bərabərdir 0 qalır. D bərabərdir b kvadrat çıxaq 4ac bərabərdir. B kvadratı 7'nin kvadratı 49 üstəcəl 4'ü 8'ə vuranda 32. Bu edir deməli 81. X 1 2 bərabərdir mənfi b plus minus kökatda d bölünsün 2a bərabərdir mənfi b 7 üstəcəl kökatda d 81'dən kök çıxanda 9 içində 2'yə böləndə bu edir 16 16'nı 2'yə böləndə edir 8 x olur 8. Əsasını müəyyən edin, ifadəsi doğru olduğu. Deməli, bu 8 idi, bu da 6'lıqdır. Nə demək istəyirlər ki? Əsasını müəyyən edin. Bu 6'dırsa, bu 8'dir. Bu 8'dir, bu da 6 olur. İndi hansını götürmək? 6 yoxsa 8, bir dəqiqə görün, bu nədir? İfadə doğruluğu say sistemin əsasını müəyyən edin.
Aha, indi deyək 8-də eləsəm, baxım görüm elə 6-nın üstünə 0 gəlirəm. Bir dəqiqə, mən 8-dir, bu 8, bu da 6, hə. Bu deməli, məsələn, mən 202 olsa 6-lıqda, bunu çevirsəm deyək ki, nəyə? Çevirək bunu 8-liyə. Birinci onluğa çevirim, 0, 1, 2. 2 vursun 6'nın kvadratı 36'dır. 36'nın 2'ye vuranda 6, 7, 72 eləyir. 72'nin üstündəki 74 eləyir bu. Bu 74'dür. Bunu 74'ü də bölürəm 8'ə. 9, 72, 2 qalır. 9'u 8'ə 1, 8, 1 qalır. 1, 1, 12, 112 eləyir. Baxın görüm 20, bu da bu da fərqlidir axı. Bu da 10'luqdur, 8'lik deyil. Yaxşı, bu 8'lik, bu da 6'lıqdır. Doğrusa istəməzsən. Bunu elə 8'lik kimi götürəcəyik. Çünki başqa da bunu yəqin ki soruşmur. 8'likdir yəni bu. Elə bu qədər, qalanını da bir də izah ediyorum.